8-ci imamımız İmam Rıza Salavatullah aleyhdən bir hədis. Ağa buyurur ki, mən həsibə nəfsəhu rəbəhə. Kim öz nəfsini, yəni özünü, öz həyatını, öz əməllərini mühasibə etsə, hesablasa, vursa, bölsə, çıxsa, nə etmişəm, nə etməmişəm. Bugün nə qədər savab iş görmüşəm, nə qədər günah iş görmüşəm, nə qədər şərəfli yaşamışam, nə qədər şərəfsiz iş tutmuşam, kimlərə yaxşılıq etmişəm, kimlərə pislik etmişəm, Allah ilə aramdakı ibadətləri nə qədər yerinə yetirmişəm, nə qədər qəzaya vermişəm, nə qədər haqqa girmişəm, nə qədər insanın əlindən tutub qaldırmışam, kimə mehriban olmuşam, kimə sərt olmuşam. Bunları hesablasa rəbəhə, qazanar, özünü mühasibə edən, özünü haqq hesaba çəkən, özü üçün məhkəmə quran qazanar, heç olmasa gündə bir dəfə, heç olmasa həftədə bir dəfə, heç olmasa ayda bir dəfə, heç olmasa ildə bir dəfə. Hədisdə var ki, özünü məhkəməyə çəkənə qiyamət günü məhkəmə qurulmayacaq. Mərhum Əllamə Qazi Təbatəbai Rizvanullah Teala əleyhin atası da böyük alim olub, Nəcəfdə oxuyub qayıdıb Təbrizə. Bir müddət sonra onun yerliləri gediblər Nəcəfə və orada bir neçə alimlə rastlaşıblar. O alimlər əhval-pürsanlıqdan sonra soruşublar ki, bəs bizim bir tələbə dostumuz var idi, sizin yerliniz idi. Ustadımız ona demişdi ki, heç olmasa gündə 1 saat özünə vaxt ayır, yalnız özünlə məşğul ol. Necədir onun vəziyyəti? Onun qonşuları deyirlər ki, o alimin dediyi o 1 saat onun bütün həyatını 24 saat əhatə edib. O ancaq özü ilə məşğuldur. Ancaq öz eyibləri ilə məşğuldur. Ancaq öz nəfsi ilə məşğuldur. Belə insanlar olur. İmam Rıza Aleyhisselam buyurur, mən həsibə nəfsəhu rəbəhə. Kim özünü mühasibəyə çəksə, qazanar. Və mən qəfəllə anhə xəsirə. Kim özünü məhkəməyə çəkməkdən, haqq hesaba çəkməkdən, özünü hesablamaqdan, özünü, öz əməllərini, öz rəftarını, öz şuuraltısını saf-çürük etməkdən qafil olsa, unutsa, ziyan edər, mayanı batırar, sərmayəsi əlindən çıxar. Allah bizi mühasibə edənlərdən qərar versin.